Natbəm, ötən həftənin sonu Viktor Orban Moskvadaydı və Vladimir Putinlə danışıqlardan sonra verdiyi bəyanatlardan belə bir anlayış əmələ gəldi ki, Rusiyanın mövqeyi nədən ibarətdir? Rusiya deyir ki, Ukraynanın bir hissəsi mənimdir. Dünya Ukraynanın bir hissəsini Rusiyanın ərazisi kimi tanıyır. Daha sonra bir silahsızlaşdırılmış zona gəlir. Qalan hissədə isə Ukrayna dövləti yurisdiksiyasında olur. Avropa bu Ukrayna dövlətinin qalan hissəsini sanki bir bufer zonası kimi qəbul edir, özü ilə Rusiya arasında. Yəni, hal-hazırda masada olan razılaşmanın fəlsəfəsi budur, Orbanın təsvir etdiyinə görə. Yəni, bu Rusiyanın baxışıdır. Bəli. Amma bu realdırmı? Əslində, bu son zamanlar aktivləşən danışıqlar prosesi də tərəflərin mümkün qədər yaxınlaşdırılmış bir mətn üzərində uzlaşmasını özündə iktiva edir. Amerikada baş tutan və bitən danışıqlar və həmin sənədin indi Vitkov tərəfindən Moskvaya aparılması məhz həmin tərəflərin uzlaşmasından ibarətdir. Yəni, Trumpın danışıq stili bundan ibarətdir ki, kim nə istəyir onu desin birinci. Ukrayna nə istəyir? Onları bir-bir alt-altına yazır. Rusiya sən nə istəyirsən, onları bir-bir alt-altına yazır. Orada uzlaşma məqamlar varsa, onlar hansısa bir formada müzakirə predmetinə çevrilir. Heç uzlaşmayan məqamlar varsa, yeri gəlmişkən, elə Rubionun da açıqlaması oldu ki, təhlükəsizliklə bağlı hələ ki bir razılıq əldə olunmayıb. Yəni, ərazilərlə də bağlı razılaşma. Hələ bir razılıq əldə olunmayıb. Yəni, bu o deməkdir ki, müxtəlif məsələn, asan həll olması məsələləri var. Əgər alt-altına düzürlərsə 10-15 tələb var hər iki tərəfdən. Onların asan həll olunan məsələlər nədir? Məsələn, əsirlərin dəyişdirilməsi, yaralıların dəyişdirilməsi, hansısa humanitar məsələlər, ərazi, əhalinin qovuşması, ailələrin qovuşması və s. Amma fundamental məsələlərlə bağlı çox asanlıqla razılığa gəlinməsi mümkünsüz görünür. Yəni, Ukrayna düşdüyü vəziyyəti biz aydın şəkildə görürük. Həm korrupsiya skandalı, çox ciddi şəkildə əlbəttə Yermakın istefası və Ukrayna cəmiyyətində artıq rəy sorğuları elan olunur ki, Zelenskinin dəstəyində xeyli azalmalar var. Və bütün bunlara baxmayaraq, Zelenskidən sonraki istənilən şəxs də bu şərtlər daxilində ərazilərin itirilməsi ilə barışmaqla kim buna imza atacaq? Necə imza atacaq? Bu imzanı necə qorumaq mümkün olacaq? Yaxşı, kimsə imzaladısa, onu necə qorumaq mümkün olacaq? Sabah istənilən hökumət dəyişikliyi, hakimiyyət dəyişikliyi o imzaların keçərliliyindən nə qədər zəmanət verəcək? Yəni, bu suallar həddindən artıq çoxdur. Amma Trumpa da hansısa bir uğur hekayəsi lazımdır. Qısa da olsa bir uğur hekayəsi lazımdır. Ona görə düşünürəm ki, bu prosesin ilkin mərhələsi kimi ola bilər Milad və Yeni il atəşkəsi ilə məsələ hələlik öz həllini tapsın. Dünyaya da bir mesaj və ümid olsun ki, bu müharibə bitə bilər. Ona görə bu danışıqlar sürəcinin ilkin mərhələsi kimi qısa müddətli atəşkəs ola bilər. Uzun müddətli sülh bu iki ölkə arasında ümumiyyətlə mən açığı çox çətin görünür. Bu mənzərəni təsəvvür etmək belə çox çətindir. Natiq müəllim, sizin fikriniz, onda belə çıxır ki, əgər Əhməd müəllimin və Rasim müəllimin dedikləri proqnozlar həyata keçərsə, Kuşner və Uitkov sabah Moskvaya aparacaqları sənəddə yazılacaq ki, Ukrayna ərazilərindən imtina etmir və təhlükəsizlik zəmanətləri istəyir. Putin deyəcək ki, bu məni qane etmir. Bu kağızı da görünür hələ yaxşı hazırlamaq mümkün olmayıb. Müharibə davam edir. Bu ssenari realdırmı? Yoxsa ssenari realdır ki, Ukrayna deyəcək ki, yaxşı, gəlin ərazi ilə bağlı danışaq. Rasim mənim sonda dedi ki, vəziyyət həddindən artıq mürəkkəbdir. Gəlin çalışaq, biraz onu sadələşdirək. Müharibənin davam etməsi nə deməkdir? Müharibənin davam etməsi o deməkdir ki, Ukrayna güclənib müqavimət göstərməlidir, kifayət qədər ciddi müqavimət göstərməlidir. Həm Ukraynaya verilən silahların kəmiyyəti və keyfiyyəti artırılmalıdır. Ukrayna canlı qüvvə ilə bağlı problemini həll etməlidir. Hardansa canlı qüvvə tapılmalıdır, kənardan, daxildən fərqi yoxdur. Və müqavimət üst səviyyə qalxmalıdır ki, müqavimət nəticəsində Putin və Rusiya görsün ki, bu müharibəni aparmaq artıq əvvəlki kimi deyil, metr-metr də olsa irəliləyirdilər bugünə qədər. İndi artıq irəliləyə bilmirlər, həm öz iqtisadiyyatlarına, həm işğal etdikləri torpaqlara qarşı təhlükə yaranıb, öz ordusu böyük itkilər verir və gəlin onda anlaşaq. Dünya tarixini götürün, müharibələr həmişə bu bir pik nöqtəyə çatanda və yaxud da tupik dalana dirənəndə bu anlaşmalar olur. İndi bu tərəfdən baxanda Zelenski və bugünkü Ukrayna hökuməti, hakimiyyəti
bu müharibəni davam etdirmək üçün resurslara malikdirmi? Problem orada başlayır çıxmağa ortalığa. Yəni silah problemi həll etmək olar bir cür. Yəni Amerikanlar NATOya silahı satır, NATO onu alır. Bu da çox qəribə bir sxemdir. Amerika NATO'nun üzvü ola. Amma hər halda indi belə anlaşıblar. O silahlar Ukraynaya verilir. Yaxşı, canlı qüvvə problemini necə həll eləmək olar? Qışa doğru gedirsə, elektrik enerjisi, istilik, su, insanların sosial həyatı, o Maslow piramidasında ilk pillə nədir? İnsanların təhlükəsizliyi də o olmayandan sonra növbəti 4 pillənin mənası qalmır. Yəni, oradakı problemləri necə həll edəcək? Əsas məsələ budur. Yəni, vəziyyət tamamilə haqlıdır Rasim mənim ki, mürəkkəbdir. Amma sadələşdirib baxanda, yəni, bunun sonraki bu anlaşma olmur. Bax, sonra nə olur? Olar bil ki, indi anlaşma yoxdur. Ancaq de facto cəbhə xəttində tərəflər qışa gedir indi vəziyyət. Hücum əməliyyatları müəyyən mənada aşağı salacaq. Onsuz da 1800 kilometr olan cəbhə xəttində real döyüşlər təxminən 250-300 kilometrdə gedir. Onları da qışa dövrü mən istisna etmirəm ki, heç nə imzalamayaraq, İndi bəlkə o cəsədlərin dəyişməsi, indi girovda olan insanları, onların dəyişdirilməsi, uşaqların qaytarılması mümkün olsun. Ancaq cəbhə xəttində de facto hücum əməliyyatları dayanıb və müəyyən fasilə əmələ gələ bilər. Anladım. Ancaq havadan o zərbələr davam olur. O zərbələr enerji infrastrukturunun dağılması, yolların dağılması Ukrayna indi çox ağır zərbələr vurur Ukrayna. Rusiya Ukraynaya çox ağır zərbələr vurur. Düzdür, cavabını da alır, amma o cavabla müqayisədə təbii ki, Ukraynaya dəyən ziyan, Rusiya işğalçı qüvvələri tərəfindən dəyən ziyan həddindən artıq çoxdur. Yəni 3 ay uzatdı tutalım. Qışı keçirtdi, mart gəldi, aprel gəldi, yenidən çiçəklər açdı, meşə zolaqları yarandı, yaşıllıqlar yarandı. Sonra, bax bu sonra sualının cavabı yoxdursa Ukrayna tərəfindən, təbii ki, hamımız istəyərdik ki, Ukraynanın beynəlxalq hüququ da müəyyənləşən sərhədləri tamamilə bərpa olunsun, Ukrayna bu müharibəni uduzmasın, əksinə bu müharibədə işğalçılıq fəlsəfəsi dünyada məğlubiyyətə uğrasın. Amma reallıq bunu deyir ki, bir müddətdən sonra, yəni İstanbul sazişindən daha pis saziş indi müzakirə olunursa, yay aylarında, növbəti ilin yay aylarında bu sazişdən daha betər bir sazişi müzakirə etmək məcburiyyəti yarana bilər. Natiq qeydiniz var idi, buyurun. Burada ən maraqlı cəhət odur ki, hörmətli həmkarım deyir ki, yəni PR ilə qurmaq lazımdır ki, nə uduruq, nə udzuruq. Qərar verən ölkələri PR-la qərar vermirlər axı. Qərar verən ölkə yox, vermirlər. Yəni, o bizə göstərilən bunun mediatik tərəfidir. Qərar verən ölkələrin kəşfiyyatı var, əks kəşfiyyatı var, yerlərdəki vəziyyəti bilirlər, hansı məqamlarda nələr ola biləcəyini hesablaya bilirlər. Söhbət indi inkişaf eləmiş ölkələrdən gedirdi. Onlar mən düşünmürəm ki, TikTokdakı hansı rolika görəsə otursunlar, qərar versinlər. Çox güman ki, onların qərar vermə mexanizmində bəlli hansısa oturuşmuş analizlər var. Və bu analizlərdə generallar, hansı ki, siyasi ambisiyaları yoxdur. Məsələn, NATO'nun təmsilçisi bu yaxınlarda bir müsahibə verib, keçmiş Alman generalı, çox böyük müsahibədir. Mən izləməyə çalışdım onun tezislərini. Yəni, faktiki olaraq vəziyyət media tərəfdə də, o tərəfdə də bəzi məsələlərin açıq şəkildə bəyan edirlər ki, Ukraynanın dözmə limiti tükənmək üzrədir. İnşallah ki, belə deyil. İnşallah ki, daha çox müqavimət göstərərlər, daha çox öz arzularına, istəklərinə və haqq etdikləri ərazi bütövlüyü və suverenliyinə çatarlar. Sadəcə indi mənə elə ki, paradigma dəyişir. Paradigma ondan ibarətdir ki, əgər Ukrayna fərqi yoxdur hansı ərazi çərçivəsində müstəqil, suveren qalacaqsa, Rusiya məğlub olacaq. Vəssalam. Bax, əsas bu paradigmaya üzərində məncə iş gedir və bunun üçün də mənə elə gəlir ki, razılaşmalar olacaq. Natiq müəllim, az öncə Əhməd müəllim dedi, ona görə mən sizə istəyirəm, siz bu barədə danışaq, sonra Əhməd müəllim də eyni mövzuda xahişləyəcəm ki, bildirsin. Bu danışıqlardan kənar qalan Avropadır. Kaya Kallası, Avropanın xarici işləri ilə məşğul olan məmurunu Birləşmiş Ştatlarda, Vaşinqtonda ümumiyyətlə qəbul etmirlər deyəsən. Ən azı ciddi qəbul etmirlər. Ən azından Hətta təhqir etdilər. Avropa danışıqlar prosesinə heç bir formada cəlb edilməyib, məlumatlandırılmır hətta və belə olan vəziyyətdə Avropa vəziyyəti dəyişmək üçün, Ukraynanı qorumaq üçün, Ukraynaya əlavə güc vermək üçün nəsə bir addım ata bilərmi? Əvvəlcə siz bu suala, sonra Məhməd müəllim siz mümkünsə.
Əslində Kaya Kallasın o məşhur açıqlaması oldu bu günlərdə ki, Ukraynanın yox, Rusiyanın ordusunu məhdudlaşdırmaq lazımdır. Çox gözəl təklifdir. Hər yerdə onu deyirəm də, hər yerdə səsləndirilməlidir, hər yerə yazılmalıdır şüar şəklində. Amma yerinə yetirilmək üçün də təpər lazımdır. Hansı addımlar lazımdır? Avropanın ən zəif nöqtəsi atılan addımların alqoritminin, belə deyək də, zəif olması və müxtəlif maraqların Avropa Birliyində təmsil olunmasıdır. Yəni, keçən verilişdə də biz bu haqda danışdıq. Avropa Birliyinin yeganə çıxış yolu, əgər Amerika bu prosesdən çəkilmək istəyirsə ki, buna bənzər müəyyən addımlar görürük, Ukrayna ilə bir yerdə vuruşmaq qərarıdır. Bu qərarı da Avropa Birliyi almayacaq. İstəyir daxili siyasi proseslərinə görə almayacaq, istəyir beynəlxalq hüquqa görə almayacaq, istəyir ümumiyyətlə gələcəkdə bu məğlubiyyətin və yaxud da hansısa bir formada bir tərkib hissəsi olacağını almayacaq. Ona görə də Avropa Birliyinin seçimi kifayət qədər məhduddur burada. Vəsait verə bilərmi? Verər. Pul verə bilər? Verər. Müəyyən vəsaitin artırılması ilə bağlı qərarlar ola bilər. Rusiya aktivləri ilə bağlı heç qərar verə bilmir. Amerikasız qərar verə bilmir. Hətta həmin elə Kaya Kallas növbəti açıqlamasında dedi ki, pul bizim ərazimizdədir, amma Amerikanlar bununla bağlı qərar verirlərsə... Çünki 28 bəndli müqaviləyə salmışdılar. Bəli. Orada niyə çıxartdılar? Onu da mən o barədə də fikrim ondan ibarətdir ki, o 28 bənddən 19 sonra 22 bəndə düşməsi Avropaya aid məsələlərin oradan çıxarılması oldu və salam. Yəni, Avropa Birliyinə, məsələn, Ukraynanın qəbulunu oradan çıxartdılar ki, yaxşı, bu Avropa Birliyinə aiddir. Vəsaitlərdən istifadə məsələsini çıxartdılar ki, bu Rusiya güzə ştat deyildi. Sadəcə Avropa Birliyinə aid olan məsələləri azaltdılar, yerdə 22 bənd qaldı. Yəni, Avropa Birliyinin görə biləcəyi iş liderlik məsələsidir də indi. Elə bir tarixi an yaşanıb ki, əgər doğrudan da inanırlar ki, Rusiya böyük təhdiddir, gələcəkdə Avropa Birliyinə hücum eləyəcək, NATO-ya hücum eləyəcək, böyük təhdidlər yaradacaq. Bu təhdidin qarşısında duran divar isə Ukraynadır. İndi o divarın altından su axaraq divarı ovur, divarın çartlar əmələ gəlib, yəni qollarını çırmalayıb o divarı bir yerdə tikməlidirlər. Bunu tikməsələr təbii ki, həm danışıqlardan kənarda qalacaqlar, həm də onların başının üzərindən çox güman ki, müəyyən anlaşmalar olacaq.